Füzuli Əzizoğlu Məmmədov 1955-ci il 21 dekabrda Gəncə şəhərində anadan olmuşam. Hazırda İdarəetmə Kafedrasının müdürü, professoram. 1976-cı ildə Azərbaycan Politexnik İnstitutunun Kirabat filialının Yüngül Sənayeli Texnologiyası fakültəsinə qəbul olunmuşam. İxtisasım tikiş məmulatlarının texnologiyasıdır. Həmin ili Azərbaycan Politexnik İnstitutunun Toxuculuq və Yüngül Sənayeli Texnologiyası fakültəsi bütünlükdə maddi texniki baza, kitabxana və professor müəllim heyəti Gəncə şəhərinə köçürüldü. Bu bizim üçün toy bayramı idi. Artıq bilirdik ki, bizə mühazirə, məşğələ dərsi tədris edən müəllimlər hamısı elmi dərəcəli müəllimlər olacaqdır. Və beləcə də 4 ili başa vurduq. Biz bunlarla çox yaxşı təmaslı olduq. Axırda bunlar bizim aramızda elə bir təbliğat işi apardılar ki, biz artıq elmə gəlmək istədik. Mənim elə elmə gəlməyimin birinci modeli buradan başladı. Şəxsən mən o alimlərin bir neçəsinin adını çəkmək istərdim. Məzahir Fərzəliyev, o vaxt kafedra müdürü kimi gəlmişdi. Rəsul Fəttahov, o vaxt kafedra müdürü kimi gəlmişdi. Oktay Şamxalov, bizim kafedra müdürümüz idi. Vəkil Hüseynov, bizim fakültənin dekanı idi. Bunların hər biri elmlər namizədi, dosentlər idi. Sonradan Məzahir müəllim Fərzəliyev Azərbaycanda ilk toxucu elmlər doktoru professor oldu. Və bunların arasında bizim üçün ən yaxın, ən doğma olan bir xanım var idi, Məlahət İsmailova. Məlahət müəllimə bizimlə nəinki müəllim, eləcə də çox yaxın, elə bir bacı kimi bizim qayğılarımızı çəkirdi. İş ilə gətirdi ki, artıq sonuncu kursda biz bunların tövsiyələrini, məsləhətlərini nəzərə alaraq belə qərara gəldik ki, diplom qabağı təcrübəni Moskva şəhərinə gedək. Getdik Majalist Tikiş İstehsalatı Birliyinə təcrübəyə. Təcrübə vaxtı saat 8-də biz təcrübəyə başlayırdıq, saat 3-də isə təcrübəmiz sona çatırdı. Ancaq mən müəssisədəki avadanlıqları görəndən sonra, müəssisədəki iş proseslərini görəndən sonra belə qərara gəldim ki, saat 3 mənim üçün azdır. Saat 6-ya kimi, 8-ə kimi mən müəssisədən çıxmırdım. Artıq demək olar ki, avadanlıqların çoxunun iş prinsipini öyrənmişdim və işə gəlməyən işçilərin də əvəzində işləyirdim. Mən hesabatımı hazırladım, artıq diplom işim də hazır idi. Gəldim rəhbərin yanına və rəhbər məni yarım saat söhbət tutandan sonra və mənə bir söz dedi. Siz istəyərdinizmi ki, bura gəlib işləməyə? Mən dedim, mümkündürmü? Dedi, bəli, mümkündür. Siz gedin baş direktorin qəbuluna, Sakalov Nikolay Vladimirovич. Beləcə də oldu, mən getdim onun qəbuluna. Bir 40 dəqiqə bu adam mənim üzümə baxa-baxa, gözü gözümə baxır, amma əlləri yazır. Mənə dedi ki, gedirsən Kalinin prospektinə, SSR Yüngül Sənaye Nazirliyinə, orada səni qarşılayacaqlar. Orada kadrlar üzrə idarə rəisi özü səni şəxsən qəbul edib, orada ərizə yazacaqsan. Və ərizəni yazandan sonra qayıdıb gəlirsən, mənə deyirsən, ondan sonra gedirsən Azərbaycana. Və belə də oldu, gəldim mən ona bildirdim ki, artıq mən ərizəni yazmışam və o da mənə xeyir-dua verib, mənə yola saldı Azərbaycana. Ondan sonra deməli, mən gəldim Azərbaycana. 2-3 aydan sonra bizim diplom müdafiəsi başladı. Mənə SSR Yüngül Sənaye Nazirliyi tərəfindən Majalskaya göndərilməyim haqqında təyinat gəlibdi. Artıq gəldim Moskvaya, orada direktorin qəbulunda oldum. Və gördüm ərizəmin üstünə yazdı, bir otaqlı evlə təmin olunsun, 560 rubl-la da mükafat verilsin. Yəni o mükafat belə idi də, gənc mütəxəssis kimi elə bil mənim bəzi işlərimə kömək üçün bu mənə hədiyyə verilirdi. Məni göndərdilər sınaq sexinə. Sınaq sexində mənə dedilər ki, sən 6 dənə kitil mundir tikməlisən, onun 4-ünü usta ilə tikəcəksən, 2-sini sərbəst tikəcəksən. Əgər birinci növ məhsul kimi qəbul olunsa, onda sən sexə gedə biləcəksən.
Və belə də oldu. Mən 2 ay orada əməlli başlı tikiş istehsalının texnologiyasını, xüsusilə də kitel mundirlərin texnologiyasını tamamilə dərindən öyrəndim. Artıq mən deyərdim ki, mənim elmi məktəbimin 2-ci modeli Majaysk Tikiş İstehsalatı Birliyindən başlayır. Sonra da mən öyrəndim ki, bura tək Tikiş İstehsalatı Birliyi deyil, bura Elm İstehsalat Birliyidir. Burada çoxlu elmlər namizədləri işləyirlər. Artıq 2 ay tamam olandan sonra məni sexə işləməyə göndərdilər. Üstündən bir müddət keçəndən sonra məni çağırdılar müəssisənin Texniki İqtisadi Şurasına. Və mənə dedilər ki, burada gənc mütəxəssislər üçün həmişə elmi mövzuda tapşırıq verilir. Müəssisənin hardakı aksiyan yerləri var, ona uzqi mesda производства deyirlər. Bax, həmən işi sən öyrənməlisən, 1 il müddətinə hesabat yazıb onu yerinə qoymalısan ki, orada o aksiyan yer tamamilə ləğv olunsun. 1 ildən sonra mən artıq hesabatımı məruzə elədim. Onun nəticəsi kimi həm maaşım artdı, eyni zamanda da vəzifə pillam artdı. Və ikinci ilə mənə yeni bir mövzu təqdim elədilər. Bu da kitel mundirlərin paket materiallarının yeni üsulla hazırlanması. Artıq burada mənim hamim oldu, müəssisənin baş direktoru. Və 1 ildə mən bununla işlədim. Çox müxtəlif konfiqurasiyalı modellər hazırlayırdıq. Və elə oldu ki, 1 ildən sonra bizim gördüyümüz iş öz bəhrəsini verdi. Sonra mən yenə də Elmi Texniki Şura qarşısında bunu məruz elədim. Həm vəzifə pillam artdı, artıq oldum sex rəisi. Və eyni zamanda da 420 manat maaşım. Və günlərin bir günü direktor çağırdı yanına, dedi, Fizil Azizoviç, belə biz bir-birimizə müraciət edirdik. Dedi, baxıram ki, sən elmə çox meyilli adamsan, gəl belə eləyək. Həftənin bir günü, 5-ci günü mən səni işdən azad edirəm, əmrlə. Sən gedirsən Moskva İngiliz Sənaye Texnologiyası İnstitutuna dissertantlar qrupuna yazılısan. Orada da fəlsəfədən, bir də xarici dilindən namizədlik minimumu verməlisən. Əgər sən o imtahanları verə bilsən, mən sənə söz verirəm ki, sənə bir dənə məqsədli aspiranturaya yer alacağam. Və belə də oldu, düzdür, mənim üçün çox çətin idi. Uzaq yol gedirdim, gəlirdim, eyni zamanda da müəssisədə işlər də çox idi. Son nəticə öz nəticəsini verdi. Yəni, mən hər ikisindən əla qiymət aldım və direktor dediyi sözün üstə durdu. Növbəti ilə o mənim üçün bir dənə məqsədli aspiranturaya əyani yer aldı. Mən artıq növbəti ilə bir imtahan verməklə, ixtisasdan aspiranturaya qəbul oldum. Nəhayət, artıq mənim Moskva İngiliz Sənaye Texnologiyası İnstitutundakı fəaliyyətim başladı. Əyani aspirant kimi. Mən Majaysk Tikiş İstehsalatı Birliyindəki kitel mundirlər mövzusunda elmi iş götürmüşdüm. Onu Moskvada rəhbərə göstərəndə çox bəyəndi. Dedi, elə bu işi davam edirik. Üstündən 3 ay keçmişdi. Müdafiə Nazirliyindən, SSR Müdafiə Nazirliyindən institutumuza belə bir məktub gəldi ki, kitel mundirlərin yeni forması, yeni paketləri hazırlansın. Bu da elə bir ki, mənim üçün toy bayram oldu. Ona görə ki, artıq o dövlət standartına mən aspirant kimi daxil oldum. 88-ci ildə artıq həmin standart işıq üzü gördü. Mənim artıq 3-cü elmi məktəb keçməyim məhz Moskva İngiliz Sənaye Texnologiyası İnstitutundan başladı. Və dissertasiya işimi müdafiə elədim. Namizədlik dissertasiya işimi. Mən onu da deyim ki, çox adamlar elə bilir ki, mən bir dəfə müdafiə eləmişəm namizədlik dissertasiyasını. Xeyr, 2 dəfə eləmişəm mən. Bir dəfə texnologiyaya aid eləmişəm, ikinci dəfə istehsalın təşkili formalarına görə eləmişəm. Artıq işlərimi yekunlaşdırdım. Artıq belə düşündüm ki,
Qarabağda da vəziyyət biraz ağır idi. Artıq vətənə dönməliyəm. Və məni çağırdılar Yüngül Sənaye Nazirliyinə 90-cı il. Və mənə dedilər ki, biz sənə ora təyinatla göndəririk. Azərbaycan Yüngül Sənaye Nazirliyinə idarə rəisi. Və elə də oldu, mən gəldim Bakıya. Burada nazir var idi, Əhməd Mustafayev. Dedim ki, mən xahiş edirəm ki, mənim təyinatımı göndərin Təhsil Nazirliyinə. Dedi, nə danışırsan? Mən səni idarə rəisi bura gedirəm. Dedim, yox, mən doktorski işi yazıram və mənim gələcəyim də Gəncədədir. Mən o texnologiya institutunu bitirmişəm və arzum da ora qayıtmaqdır. Mən eləcən də gəldim Azərbaycan Texnologiya İnstitutuna. Artıq mənim elmi məktəb keçməyimin 4-cü modelinə başladım. Assistent vəzifəsində işlədim. Sonra indiki doktorantura, magistratura şöbəsini o vaxt mən yaratmışam və olmuşam ilk müdürü. Və ilk dəfə qəbul imtahanını keçirtdim və imtahanı keçirib qutarandan sonra o vaxt rektorumuz Şəmsəddin müəllim idi artıq. Şəmsəddin müəllim dedi ki, səni eləyirəm elmi katib. Azərbaycan Ali Attestasiya Komissiyası yarandı həmin ili 92-ci ildə. Və uğurlarımızdan biri bu oldu ki, bir il müddətində institut tarixində hələ o ilki heç kim imza atmayıbdı. 36 nəfər bir ildə doçent elm adı aldı. 4 nəfər professor aldı. Bir nəfər Əhəd Nəbiyev, indi hal-hazırda doktorluğa professordur. Onun doktorluq dissertasiya işinə baxdıq iyul ayında, 92-ci ilin iyul ayında. Ondan sonra sentyabr ayı gəldi, artıq mən oldum kafedra müdürü. Və kafedra müdürü olanda da artıq dissertasiya işimi demək olar ki, başa çatdırmışdım. Və bir 6 aydan sonra artıq mənim dissertasiya işimin müdafiəsi başladı. Və mən elə-belə demədim ki, artıq elmi məktəbin 4-cü modelini keçirdim. 4-cü modeli də ona hesab edirəm ki, mən artıq Azərbaycanda çox məşhur alimlərlə dostluğa başladım. Birincisi elə Azad müəllim Mirzəzadə, hörmətli akademikimiz. Sonra yaxın münasibətdə oldum akademik Ziyad Səmədzadə ilə. Sonra Ağasəlim Ələsgərovla. Sonra Akif Musayevlə. Sonra Şahbaz Muradovla, Əli Nuriyevlə, bu dediklərimin hamısı akademiklərdir. Əli Rzayev. Bunların hamısından mən dostluq eləməyə başladım. Və ondan sonra bir çox professorların da adını mən çəkməliyəm. Çünki onlarla da hal-hazırda da yaxın münasibətim var. İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, professor Təbriz Əliyev, professor Bəyalı Ataşov, professor Eldar Quliyev, professor Eldar İbrahimov. Yəni bu siyahını mən çox uzada da bilərəm. Bax, bunlardan o qədərinə öyrəndim ki, axırda öz elmi məktəbimi yaratdım. Və bu günləri mən çox şadam ki, 20-yə qədər fəlsəfə doktoru yetirmişəm. Bir 80 nəfərin, yəni 80 nəfər gəncin fəlsəfə doktoru və 20 nəfərə də yaxın, bəlkə də artıqdır, elmlər doktorunun abonenti olmuşam. Bu balaca rəqəm deyil. Çünki cavanlığımda mən tez müdafiə eləmişəm deyin. Məni ildə bir yox, bir neçə elmi şuralara dəvət edirdilər və çoxunda da ya rəhbər qismində və yaxud da ki, abonent qismində. Və çox şadam ki, bizim universitetimizin strateji planı var. Həmin planda nəzərdə tutulubdur ki, xarici dövlətlərin deməli alimlərinlə müştərək elmi işlər aparmaq. Mən artıq onu eləmişəm. Mənim 2 doktorantım, biri Kutaisdə, biri Daşkətdə. Bir rəhbər oradan olubdur, bir rəhbər də mən buradan olmuşam. Bunlar müdafiə ediblər. Bax, bu qazandıqlarımın əvəzində
5-dən artıq monoqrafiyam dərc olunubdur xaricdə. Bir 4 dərs vəsaitim dərc olunubdur. Bir 4 dərsliyim dərc olunubdur. Bunlar hamısı xaricilərdir. Çünki mən onlarla həmişə müştərək işlər aparıram. Çox saylı Scopus jurnallarında məqalələrim çıxır. Artıq Scopus jurnalının redaksiya heyətinin üzvü də olmuşam. Tək bununla bitmir mənim işlərim. Eyni zamanda Moskva, yəni Rusiya Ailə İstintaq Komissiyasının Moskvada yerləşən bir neçə jurnalları var. O jurnalların da redaksiya heyətinin üzvüyəm. Bir çox beynəlxalq konfranslarda təşkilat komitələrinin üzvü oluram və yaxud da ki, bölmə sədri oluram. Xariciləri deyirəm. Kutaisi Dövlət Universiteti ilə mənim qrant layihəm var. Mən orada elmi məsləhətçiyəm və eyni zamanda Azərbaycan-Türkiyə şirkəti Dinçin Carçoğlu müəssisəsi ilə təsərrüfat müqaviləli iş aparıram. Bir çox insanlar var ki, mən onlara borcluyam və heç bir vaxtda onların yaxşılığını itirə bilmərəm. Elə bunlardan birincisi bizim institutun qurucusu, yaradıcısı, yəni institut halına salan istər inzibati bina, istər yataqxana, istər idman zalı, istər klubumuz, istərsə də 6 korpusun 6-sını da birləşdirib hasar çəkdirən Rəhəm müəllimə mən minnətdaram ki, o mənə Moskvaya göndərdi və Moskvaya getməklə mənim həyatım tamamilə dəyişdi. Sonra minnətdaram Telman müəllim Məlikova, o da az iş görmədi. Yəni institutun bütün mansar eləmək, dam örtüyünün hamısını mansar eləmək və institutun hasarlarının yenidən qurulmasında, yeraltı yolun çəkilməsində demək olar ki, onun da əməyi böyükdür. Sağ olsun bu universitet üçün böyük iş görübdür. Mən elə şeyləri yaddan çıxartmıram. Artıq Yaşar müəllim universitetimizin rektorudur. Universitetdə çox iş görübdür. Məsələn, bizim arzuluyurduq ki, universitetimizin yeməkxanası olsun. Bu yeməkxana oldu. Biz arzuluyurduq ki, universitetimizin həyəti çox gözəl olsun və bunu da elədi. Biz istəyirdik ki, otaqlarımız hamısı yaraşıqlı olsun, otaqlarımız təmirli olsun. Şəxsən bizim kafedra üçün 2 otaq təmirlətdiribdi və eləcə də başqa korpusların hamısında onun çoxlu yenilikləri görsənir. İndi mən nə arzulaya bilərəm? Mən universitetin əməkdaşlarına arzu edirəm ki, universitetlərini sevsinlər. Universitetlə həmişə fəxr eləsinlər. Necə mən fəxr edirəm və harada oluramsa olun, həmişə çalışmışam ki, universiteti yaxşı təmsil edirəm. Kafedramıza gəldikdə, kafedramız Yaşar müəllimin ilk deməli işi idi ki, əmr verdi, bu kafedranı birləşdirdi və məni də həmən kafedra müdiri təyin elədi və gələn bir gündən də mənə tapşırıq verdi ki, elə etməlisən ki, bu kafedra daimi inkişafda olsun. Deməli, əvvəlcə mən kafedra müdiri idim İnzibati İdarə Etmə kafedrasında və bu menecment kafedrasında da həmişə narazılıqlar var idi və son elmi şuraların birində də artıq orada o qədər nöqsanlar yığılmışdı ki, bu kafedraya heç olmasa işləyən bir adam gəlməli idi və Yaşar müəllim də axtardı, tapdı məni. Dedi ki, ancaq bu kafedranı sən düzəldəcəksən və gəldim bu kafedranı qəbul elədim. Mən gələnə kimi, deməli, 20 il idi, bir adam müdafiə eləməmişdi. Təkcə bu illəri 8 nəfərin müdafiəsi oldu. Onlardan da 7-si fəlsəfə doktoru, bir nəfəri elmlər doktoru və müdafiə elədilər, işləri hal-hazırda. Bəziləri diplomlarını alıblar, bəzilərinin də işləri Azərbaycan Ali Attestasiya Komissiyasındadır. Və kafedranın xarici dövlətlərin universitetləri ilə çox geniş əlaqəsi var. 15 respublikanın demək olar ki, 15-ində bizim dostluğumuz var. MDB ölkələrindən söhbət gedir. Yəni hamısından, hətta privatik ölkələrindən də bizim yaxşı münasibətimiz var. Bir çoxlarından da biz müqavilə imzalamışıq. Demək olar ki, hər il Vitebski, Voloqda,
Kutaisi, Daşkənd, Namangan, bu universitetlərin keçirdiyi konferansların hamısına biz onlayn qatılırıq və hamısında da çıxış edirik. Və onların dissertasiya şuralarının bəzilərinin üzvüyəm. Və tez-tez də mənə göndərirlər abonentlik üçün dissertasiyaları, avtoreferatları və məmnuniyyətlə də mən onlara rəy yazıram. Və ona görə də bizdə də olan beynəlxalq konferansların hamısında onlar məmnuniyyətlə iştirak edirlər və həmişə də bizdən olurlar. Qaldı hal-hazırda kafedramızda bir neçə doktorantlarımız var və həmin doktorantlar da demək olar ki, işlərini yekunlaşdırıblar. İlin axırında çox güman ki, onlardan ikisi dissertasiya işlərini artıq təqdim edəcəklər. Biz onların ilkin müdafiəsini keçirəcəyik. Qaldı kafedranın tədris metodiki işlərinə. Bunların çalışırıq ki, bax bu məsələlərdə də öncü sıralarda olaq. Yəni çalışırıq ki, onların tutaq ki, fən proqramıdır, onların tədris planıdır. Elə fənlər salırıq ki, o biraz qərb yönlü olsun. Artıq MDB dövlətlərində olan tədris planlarından, fən proqramlarından müəyyən vəsaitlər məsələsində artıq biz bir balaca qərbə meylənmişik. Çünki bilirik ki, inkişaf qərbdədir. Mən kitablarımı sizə göstərmədim, təqdim elədim. Bu kitabların hamısı monoqrafiyalardır və içərilərində bir dənə də dərslik var. Və bu əlimdəki kitel mundirlər haqqında dövlət standartıdır. Mənim 4 dissertasiya yazmışam. 2 kandidatski, yəni namizədli, 2 də doktorski və eyni zamanda da 300-dən artıq elmi işim var, elmi əsərlərim var. Onların da əksəriyyəti xaricdədir. Onlardan ən güclüsü mənim üçün, məni bütün dünyada tanıdan, yəni MDB dövlətlərində tanınan bax bu olubdur. Bu dövlət standartı olubdur. Məni bütün MDB dövlətlərində hamı bilir ki, kitel mundirlərin müəllifiyəm. Yəni o kimlər ki mənlə işləmişdi, onlar yaşlı nəsil idi, rəhmətə getdilər. Bir dənə hal-hazırda mən yaşayıram. İlbəil bizim kafedrada biz ixtisasları yeniləyirik. Artıq əvvəllər tutaq ki, menecment ixtisasına tələbə qəbul olmamışdı. Ona görə də biz onu dayandırmışdıq. Hal-hazırda artıq ikinci kursda menecment qrupasına biz qəbula başlamışıq. Əvvəllər 20 nəfər götürürdüksə da, 20 nəfər qəbul edirdiksə da, hazırda bu illəri onların sayını artırdıq. Tək onların yox, dövlət bələdiyyə idarə etməsinin, biznesin idarə etməsinin, marketingin, bu ixtisasların hamısının sayını artırmışıq. Özdə maraqlı burasıdır ki, bizim müəllimlərimiz də, mənim özüm də tələbələrlə işləməyi biz sevirik. Bizim tələbələrimiz var ki, onların 4-cü kursa gələndə artıq məqalələri Kutaisi Dövlət Universitetində dərc olunur. Magistr tələbələrimizin Moskvada, Kosigin adına Rusiya Dövlət Universitetində dərc olunur. Yəni, biz oradan bakalavrdan başlayıb yetişdiririk, gətiririk magistratura, magistraturdan sonra da biz artıq onu doktoranturaya qəbul edirik və bu 3 pillə bu gün də davam edir. Bax, məsələn, son o dediyim 8 nəfərin müdafiə edənlərin 4-ü bizim öz yetirənlərimizdir. Yəni, özümüz yetişdirmişik onu. Ona görə də mən belə başa düşürəm ki, hələ gələcəkdə görüləsi işlərimiz çoxdur. Və ümid edirəm ki, Azərbaycan Texnologiya Universiteti vaxtı ilə 2 dəfə birinci yerdə olubdur, bir dəfə keçici qırmızı bayraq alıbdır və bir dəfə də 2007-ci ildə hörmətli prezidentimizlə İlham Əliyev cənabları ilə birbaşa dialoqda olubdur. Yəni, onlayn qoşulubdur və o bizim tələbələrlə çox yaxşı söhbət edibdir. Mən inanıram ki, gələcəkdə də bu davam eləyəcəkdir. Heç belə bir balaca da deyim ki, orada mənim inamsızlığım yoxdur ki, bu universitetin inkişafı həmişə birincilər sırasında olubdur, yenə də birincilər sırasında olacaqdır. Kafedramız çox iş görməlidir. Çox ondan ibarətdir ki, biz əvvəla
təsərrüfat müqaviləli işlər imzalamalıyıq ki, universitetə xeyrimiz dəysin. İkincisi, biz elm-metrik jurnallarda məqalələrimizi sayını çoxaltmalıyıq. Sonra H indeksini yüksəltməliyik. Çünki artıq universitetlərin reytinqində o dediyim faktorlar nəzərə alınır. O faktorlardan universitetlərə qiymət verilir. Mən sağlam rəqabətə həmişə yaxşı baxmışam. Düzdür, İnzibati İdarəetmə kafedrasında olanda kafedramızın kontingenti çox az idi. Yəni professor müəllim heyəti 8 nəfər idik. Və bu 8 nəfərlə də həmişə birinci yerdə gedirdik. 2 dəfə də ilin kafedrası adı almışıq. Ancaq bu kafedra birləşəndə artıq gəldiyi oldu 33. İndi qiymət veriləndə 33-ə görə verilir. Ona görə bir balaca o reyting məsələsində aşağı düşmüşük. Ancaq buna baxmayaraq, kimlər ki irəlidədir, kimlər ki yüksək nəticələr əldə edib, mən həmişə onları dəstəkləmişəm və onlara sağ ol demişəm. Gənc tədqiqatçılara, eləcə də tələbələrimə bir şey arzulayıram. Əziyyət çəkmək lazımdır, bir zəhmətə. Çünki təsəvvür edin ki, mən Azərbaycandan Rusiya mühitinə düşmüş, özü Moskva kimi yerə düşmüş adam, heç kim də arxamda olmayıbdı, tək başına. Elə bilirsiniz, mənə hasad nail olmuşdu mən o nailiyyətlərimə. Çox çətinliklə, çünki əziyyət çəkirdim. Demək, mən dərəcəni almışam 30 yaşında, namizədlik dissertasiya işini müdafiə eləmişəm. Hardasa da 39 yaşında da elmlər doktorluğu olur. 1995-ci ildə mən iqtisadiyyat üzrə müdafiə edəndən sonra dediyim kimi tək Azərbaycanda yox, elə xaricdə də çoxlu iqtisadçılarla dostluğum yarandı. Ona görə mənim üçün artıq bu da sevindirici idi ki, həm texnoloqlar məndən dostluq eləyirdi və eyni zamanda da iqtisadçılar. Yazdığım hansı ki dissertasiya işinin nəticəsi idi ki, o 20 nəfər deyirəm ki, fəlsəfə doktorları hazırlamışam. Bunların hardasa da 5-i texnologiya üzrədir, 15-i iqtisadiyyat üzrədir. Hal-hazırda da yenə də mənim doktorantlarım var. Və bu günləri istər Rusiyadan olsun, istər Özbəkistandan olsun, istər Gürcüstandan olsun, yüngül sənayinin texnologiyası, xüsusən də toxuculuq sənayinin texnologiyası ixtisası üzrə, deməli, orada 5 illik həmin ixtisasın fəaliyyət göstərməsi üçün beynəlxalq deməli, mütəxəssisin rəyi olmalıdır. O rəylərin hamısını göndərirlər bizə. Yaşar mənim də sağ olsun, mən rəyi hazırlayıram və o da möhür ilə təsdiq edir, göndəririk həmin institutlara və həmin ixtisaslar 5 il müddətinə yenə də fəaliyyətlərini davam etdirirlər. Bax, mənim 2 sahədə aldığım şifrin, deməli, deyim ki, uğuru ondan ibarət idi ki, mən hər iki ixtisasla bağlı, deməli, başqa beynəlxalq aləmdə tanınıram və onlara köməyim dəyir. İndiyə kimi qazandığım nailiyyətlərin biri bu olubdur ki, 1997-ci ildə Gürcüstan Biznes Elmlər Akademiyasının həqiqi üzvü seçilmişəm. 2015-ci ildə Avropa Mətbuat Evinin qızıl medalına layiq görülmüşəm vətənpərvər elm işlərimə görə. Çünki o hərbiçi geyimləri hamısı vətənpərvər. 2000-ci ildə də Rusiya Təbiət Elmləri Akademiyasının əməkdar elm və təhsil işçisi adına layiq görülmüşəm. Mən gənc tədqiqatçılara və tələbələrimə istər bakalavr olsun, istər magistr olsun, mən arzu edirəm ki, onlar düzgün seçim eləsinlər və seçim eləyəndə hasat yola getməsinlər. Biraz elmin qulpundan yaxşı yapışsınlar, hər şey elmdədir. Əgər düzgün seçim eləsələr, onların da gələcəyi mənim kimi olar. Və mən çox arzu eləyərdim ki, elə onlar mənim yolumdan davam eləsinlər. Düzdür, bir 20-yə yaxın doktorantım var, onlar artıq mənim yolumu davam eləyirlər. Bax, gənc tədqiqatçılara da deyərdim ki, siz də həmin yolu tutun.
Elə tələbələrimiz də çoxdur. O qədər savadlı yoldaşlarımız var. İndi 4 dənə doktoranturaya yer vermişik. Və həmin yerlərə mən çox istərdim ki, elə öz yetirmələrimiz qəbul olsunlar. Ona görə də bunlar bir balaca əziyyət çəkməlidirlər, gedib xarici dilindən imtahan verməlidirlər ki, may ayında, artıq sentyabr ayında bizə qəbul olsunlar. Universitet əməkdaşlarına bir dənə mənim tövsiyəm var, bir dənə arzum var. Şəxsi mənafe üçün yaşamasınlar. Çalışsınlar, universitet mənafe üçün yaşasınlar. Universitet üçün yaşayan insanlar, onlar tarixdə qalırlar. Ona görə də arzum budur ki, universiteti sevsinlər. Harada olmaqlarından asılı olmayaraq fəxr eləsinlər ki, Azərbaycan Texnologiya Universitetinin məzunlarıdırlar. Və mən həmişə ondan fəxr eləmişəm və hər yerdə də mənim həyat kitabımda yazılıbdır. Azərbaycan Texnologiya Universitetinin professoru.